radikal İslam deyə bir şey varmı? İslamda ümumiyyətlə radikalizm mövcuddurmu? İslamda radikallıq var, yoxsa yoxdur? Təbii ki, radikallıq yoxdur İslamda. İslam əksinə radikallığın əleyhinədir. Yəni biz fikir versək Qurana, biz fikir versək Peyğəmbərimizin səhih hədislərinə, biz orada görürük ki, əksinə rəhimli olmağa, insanların həyatın, namusun, malın, hətta heyvanların haqların orada qorunur. Heyvanların haqları orada qorunur. Və təsəvvürlə insan barədə. Necə? Ona görə İslam radikallığın əslində əleyhinədir. Əksinə, İslam radikallıq təbliğ eləmir. Radikallıqla mübarizə aparır. Yəni, biz baxaraq, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinə fikir versək, deyib ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ki, müsəlmanlar bölünəcək və o bölünənlərin içində ən tənqid etdiyi bir firqə xavariclər firqəsidir. Yəni, xavaricləri nə üçün tənqid edib? Radikallıqlarına görə, münasibətə görə, insanlara münasibətlərinə görə. Və onlar barədə xeyli hədislər var, səhih. Ki, baxmayaraq onun vaxtında yox idi. Peyğəmbərin vaxtında əslində xavariclər yox idi. Sadəcə axır vaxtlar Zülxüveysir biri gəlir, onu ittiham edir adillikdə və o vaxtı deyir, elə fikirlə insanlar gələcək. Və əslində İslam'a, yəni məsələlərinə fikir versək, əsas məsələlərinə, Quran və hədislərə, səhih hədislərə radikallıq orada tapa bilməzsiniz.